Təkfir bizim dinimizdə var, iqrar edirik. Bəli, kim kafirə kafir deməsə kafir olur, amma hansı kafirə? Əsli kafirə, o kəs ki, yəni xristiyandır. Əgər sən xristiyana müsəlman desən, bəli, Allahın ayəsinə qarşı gəlmiş olursan. Buna görə insan kafir olur, küfür edir. Yahudiyə müsəlman desən, məcusiyə müsəlman desən, müşrikə müsəlman desən, amma insan İslama nisbət edir özünü və İslama xas əməllər var onda. Ondan çəkin. Allah Resulü sallallahu aleyhi ve sellem cihadda müsəlmanlara qarşı döyüşən insan la ilahe illallah deyən kimi dedi ki, olmaz ona deymək. Toxunmaq olmaz. Və Usam onu öldürəndən sonra ən axıra deyir ki, kaş mən indidən sonra İslama girəydim. Gör təkfirin bəlasına bax. Və bax, axırda Allah Resulü sallallahu aleyhi ve sellem nə deyir? Deyir ki, ey Usamə, qiyamət günü əlində la ilahe illallahla gəlsə nə edəcəksən? Subhanallah. Burası ən çətin, ən ağır yeridir. Sənin təkfir etdiyin insan ailəsi ilə, izzi ilə, malı ilə, namusu ilə çıxacaq qiyamət günü qabağına. Deyəcək, mənim la ilahe illallahım var idi. Mücərrəd şəklərlə, şübhələrlə. Hətta bəziləri bilir ki, özünlük deyil bu, amma yenə görürsən ki, təkfir edir. Subhanallah, bəladır bu. Yəni, bunu nəyə görə gətirdim təkfiri burada? Deyəsən, təkfirin burayla nə əlaqəsi? Yəni, bu məsələlər sən tövhidi, Rəbbivi tanıyasan deyədir. Sən buradan çıxandan sonra gedib kiməsə bu qaydanı endirəsən deyə deyil. Və həmçinin, bax, təkfir əhlinin çaşdığı nöqtələrdən biri də odur ki, bilirsən ki, bax, kafir demə, müşrik demə, hətta hüccət çatdırmamış və deyir ki, yəni görmürsən Allah Azze və Cəllə ki, وَاِنْ أَحَدٌ مِنَ الْمُشْرِكِينَ اسْتَجَارَكَ فَأَجِرْهُ حَتَّى يَسْمَعَ كَلَامَ اللّٰهِ İki müşriklərdən səndən biri səndən aman istəyərsə, macal istəyərsə, ona macal ver, aman ver Allahın kəlamını dinləyənə qədər. Deyir, bax, Allahın kəlamını dinləməmişdən qabaq ona müşrik dedi. Deməli, hüccətə ehtiyac yoxdur müşrik demək üçün. Bu, onların gətirdiyi şübhədir. Biz deyirik, qardaş, sən ixtilafın bayırındasan, çöldəsən. Deyir, hələ ixtilafın içinə gir. Biz ondan danışmırıq. Biz danışırıq, insan özünü iqrar edir. Deyir, raditu billahi rabben, və bil İsləmi dinən, və bi Muhammeden nəbiyyən. Allahdan Rəbb olaraq, Muhammeddən Rasul olaraq, elçi olaraq, Qurandan kitabım olaraq razıyam və bundan sonra insan düşür yəni küfürlərə, şirklərə və s. Biz ona deyirik hüccət çatdırmaq. Bu, nədən danışır? Müşriklərdən danışır. Xavariclərin, təkfirçilərin problemi müşriklərə gələn nususları müsəlmanlara endirməsindədir. Və bu cahilliyin üzürlü olma məsələsi ümumən ixtilaf olsa da alimlər arasında biz demirik. Amma burada görürsən ki, onu elimsiz, savadsız götürən insanlar var. Sağa da vurur, sola da vurur. Deyir, yazıqsan, sən yazıqsan. Mənə və yaxud da kiməsə heç nə olmur. Sən yüzlərlə təkfir edirsən, buna dində bir dənə əmir yoxdur ki, təkfir et. Mütləq təkfir etməlisən. Bəziləri, vallahi o qədər cahildir ki, yəni duranda tağutdan danışır, oturanda tağutdan danışır. Amma tövhiddən bilmir. Bu qaydaların təfsilatından xəbərsizdir. Sən bu qaydalardan xəbərsiz olub necə tövhiddən danışırsan, necə tağutdan? Tağut şirkdir. Ən böyük tağut şirkdir. Şeytandır. Sən onu tanımırsan, sən tövhidi bilmirsən. Sən necə tağutdan danışa bilərsən? Və deyir ki, birinci alimlər tağutu gətirir. Böyük yalan danışır. Kəzib, böhtan. Təsəvvür edin ki, Şeyx bin Baz tağuta küfr etməyi La ilahe illallah şərtlərinin 7 şərtin içində də yox, 8-ci şərt kimi gətirir. Amma bunlar bəziləri deyirlər ki, yox, bu qabaqda gəlir, öndə gəlir. Vallahi yükləmə özünü. Alimlərin mənhəcindən uzaqsan. Alimlər birinci şərti elm gətirir. O da sənə rəhdiyədir ki, elm öyrənmək lazım. Birinci öyrən, sonra danış. Öyrənməmişdən danışırsan. Və onların neçə dənəsinə, dəfələrlə sual vermişik ki, la ilahın şərtlərini sən özün bilirsən. Diyor, əzbərliyib elm, yaqinlik, təslim, qəbul və s. Deyirsən ki, bununla bunun fərqi nədir və burada təfsilat başa düşməyib. Sadəcə əzbərliyib ki, mən də bunu bilim, birdən mən də kafir olaram. Təsəvvür et, özü haqqında şəkdə şübhədədir. Xülasə, yəni qardaşlar, vallahi, əgər o insan ki, özünə təkfir qapısını açıb, böyük şəhri açıb özünə.
Şeyxülislam İbn Teymiyyə rahimehullah, Şeyxülislam İbn Teymiyyə rahimehullah deyir ki, məni tanıyan insan bilir ki, məndən təkfirdən uzaq insan yoxdur. Kimdir onu qınayan? Və onun təkfirdən uzaq durmaq haqqında o qədər təfsilatlı sözləri var, təkfirçilər eşitmək istəmirlər. Və eşitənlər, bilənlər ona da murciə deyirlər. Deyirlər, o da murciə olub. Hani qardaş, göstər alimlərin ircia fitnəsi haqqında kitablarını. Var mı elə kitablar? İrcia fitnəsi. Yoxdur, hələ indiyə qədər o fitnə gəlməyib. Gələr, alimlər danışacaq, amma indiyə qədər o qədər təkfir fitnəsi olub ki, onlarla kitablar yazır. Deməli, ağıllı müsəlman özünü bu fitnədən qoruyar, hansı ki bu baş verib və onlarla kitablar yazılıb ki, müalicə olunsun bu məsələ. Deməli, qorxmalıyıq ki, qardaş, buna düşməyək. Və həmçinin əl-aslu fi haqqillah müsaməhə vəl-aslu fi haqqil məxluq müşahəhə. Yəni, nə demək? Bu, diqqət elə bu qaydaya, çox faydalı qayda, diqqətli ol. Bax, nə deyir? Deyir ki, Allahın haqqında əsl olan müsaməhə. Allah bağışlayır. Yəni, birdən, səhvən, xataan, hansısa bir kafirə müsəlman desən, bu Allahın haqqıdır, Allah sənə bağışlayır bunu. Öz haqqını keçib, öz haqqını bağışlayıb. Amma birdən xata ilə kiməsə kafir desən, o müsəlman olsa, vay sənin halıva. Əl-aslu fi haqqil məxluq müşahəhə. Məxluqun haqqında əsl olan müşahəhə nədir? Yəni, mübahisə eləyəcək səninlə. Çıxacaq qiyamət günü, deyəcək ki, bura, mənə demişdin kafir. O boyda yüklənmişdin. Gəlin də hamısını ver, hamısını ödə. Yəni, onun haqqını Allah götürüb sənə verməyəcək. Allah Azze ve Celle deyəcək ki, bu məxluqdur, onun haqqıdır. Bilirsiniz ki, borcu insana, hətta şəhidlərə belə bağışlanmır. Nəyə görə borcu bağışlanmır? Çünki məxluqun haqqıdır. Məxluqun haqqında əsl olan müşahəhədir. Müsaməhə deyil, bağışlama deyil. Bağışlanmayacaq. Gətirib qaytaracaqsan. Kimə borclu olaraq ölsən, vəfat eləsən, Allah bizi ondan salamat eləsin. Qiyamət günü gəlib qaytaracaqsan. Müsaməhə deyil, bağışlanma yoxdur burada. Bəzilərlə bir ki, Allah şirkdən başqa bütün günaha bağışlayır, yəni bunu da bağışlayır. Xeyr, bu məxluqatın haqqıdır, bu ödənəcək. Eləcə təkfir də məxluqatın haqqıdır. Gətirib qaytaracaqsan, ödəyəcəksən. Allah bizi təkfir fitnəsindən qorusun.